Burada şiş qablarını belə hündürə qoymuşam. Çox adam bilə bilər ki, şiş qabları belə hündürdür. Xeyr, bu şiş qablarının hündürlüyü belə hardasa 55-60 santimdir. Yəni bu qabın özü şişlə belə, yəni çox böyük yer tutmur. Çox rahatlıqla belə şişləri çıxartmaq olur. Mağazamızda 3 formada belə şiş qabı var. Qıraqları qızılı rəngdə. Bu modeldə gördüyünüz kimi belə xəttlər fərqli bir görünüş verir. Yəni düz turba deyil. Bunun üzərindəki boya da toz boyadır ki, tozlandığı zaman silə bilirsiniz. Şişləri görünüş olaraq taxmışam. Yəni mağazamızda şişlər də satışdadır. Yəni şişləri də alıb belə qabın içərisində istər özünüz istifadə üçün, istər də hədiyyəlik yaxınlarınıza, sevdiklərinizə hədiyyə edə bilərsiniz. Yəni bu şişləri bura yığıb göstərmək istəyirəm ki, yəni bunun içərisinə hal-hazırda 16 dənə şiş var burada. 16 dənə şiş rahat yerləşir. Mağazamızdakı olan tikə şişlərin qrup hissəsi hətta deyərdim biraz, yəni standart sadə şişlərdən, yəni bu şişlər kimi deyil, yəni biraz qrup hissəsi enlidir. O enli şişlər, yəni 16 ədəd yerləşir. Nazik belə aval şişlər yəqin ki, daha çox sayda da yerləşər. İkinci model də belə qızılı rəngdə oxu olan oxlu modeldir ki, bu da yenə fərqli bir görünüşdədir. Bunun da yenə hündürlüyü çox deyil. Belə qabına baxın. Belə görünüşdədir. Üçüncü modeldə belə S şəkilli modeldir ki, bu da yenə özünün bir fərqli bir görünüşü var, gözəlliyi var. Sizə də bu cür, yəni manqalda istifadə etmək üçün, manqalın kənarında gözəllik qatmaq istəyirsinizsə, həm də şişlərinizi rahat formada qaba yığmaq istəyirsinizsə, bu məhsullar mağazamızda satışdadır. Aşağıda əlaqə nömrəmiz qeyd olunub. Kim o məhsullar maraqlıdırsa, zəng edib və WhatsApp-a yazaraq məhsulların qiyməti ilə də bağlı məlumat əldə edə bilərlər.